Herkese salam dostlar. Bu günləri sizinlə birlikdə həm ilk videomuzu, həm də ki ilk saytımızı, frontend saytımızı yığırıq. Ona görə vaxt itirmədən sürətli bir şəkildə videomuza keçək. Deməli, yığmaq istədiyimiz sayt bu formadadır. Ona görə də bunun üçün bir fayl yaradırıq. Faylın adını front end practice qoyuruq. Beləcə tutub bunu burada bu formada açırıq. Ondan sonra gəlirik burada bir folder yaradırıq. Adına home veririk. Daha sonra bunun içərisində assets, içərisində image, şəkilləri üçün. Daha sonra style CSS-i əlavə eləmək üçün. Ondan sonra script, yəni JavaScript üçün. Daha sonra isə axırıncı yerdə index.html, yəni saytın skeleti üçün. Daha sonra burada style.css-imizi yaradırıq. Bunun içərisində main.js-imizi yaradırıq. Düz açıq bizə JavaScript bugün lazım olmayacaq. Əsasən HTML və CSS üzərində işləyəcək. Ona görə də vaxt itirmədən keçdik. Burada hər ehtimala qarşı, yəni HTML-ı CSS-lə əlaqələndiririk. Daha sonra isə həmin formada script yazıb JavaScript-i HTML-la əlaqələndiririk. Access scripts və burada gəlib yuxarıda verdiyimiz üçün defer əlavə edirik. Bunun adını isə buradan dəyişib front end practice qoyuruq. Daha sonra keçib burada .container açdıq, əlavə elədik. Daha sonra keçib bunun içində bir dənə header, nav, birinci hissəni, yəni bu hissə olduğu üçün biz bu hissəni nav taginin içərisində yazırıq. Nav açandan sonra bir dənə div açırıq, buna class olaraq navbar adını veririk. Daha sonra bunun içərisində müəyyən hissələr üçün klasslar açıb, məsəl üçün logo üçün logo, bu linklər üçün isə navlinks adını veririk. Bu formada verdik. Daha sonra isə keçirik saytımızın, yəni line hissəsinə. Burada gördüyünüz kimi belə bir xətt var və bunu da burada canlandırmaq üçün bir dənə line yaradırıq. Onu da bundan sonra da yaradacağam. .line olaraq elədik bunu. Daha sonra gəlib buradan çıxırıq. Main section. Main isə div açdıq, class yaratdıq bunun içərisində. Daha sonra bunun da içərisində bir dənə main section əlavə elədik. Ondan sonra bunun da içərisində gəldik bir dənə .hero section açdıq. Beləcə də biz başlayırıq bunun içərisində div text class text 1 .text 2 .text 3 olaraq hər şeyi içində yaradırıq. Daha sonra isə sizinlə birlikdə gəlirik burada logonu yaradırıq. Logo üçün isə biz bir dənə p tagi açırıq, yəni paragraf. Daha sonra isə front end bir dəqiqə practice əlavə elədik. Daha sonra keçib bu navlinkslərimiz üçün qalanlarını eləyirik. E-dən açdıq. Nəsə dənə 1, 2, 3, 4, 5, 6 ədəd olduğuna görə E vurulsun 5 elədik və buradan da bunları bu formada hamısını yerləşdirdik. Bunları da hələlik simvol atırıq ki, hal-hazırda bizə lazım olmur. Çünki
Daha sonra biz gəlir burada projects elədik. Blog FIQ contact newsletter əlavə elədik. Ondan sonra burada bizim bir işimiz yoxdur. Daha sonra gəlirik burada biz bir dənə P açırıq və become a better front end developer. Bunu yazandan sonra keçirik aşağı hissəyə, yəni text 2-yə. Çünki burada bizim gördüyünüz kimi text 2 hissəmiz də var. Başlayırıq burada yazmağa. Take your front end skills to the next level by reacting real. Burada bir dənə span açırıq. Real websites. Çünki bizdə bu hissə bolder olduğu üçün from burada da həminki formada bir span açırıq və real companies yazırıq. Yazdıq və nöqtəmizi qoyduq. Daha sonra isə biz keçdik üçüncü hissəmizə, yəni üçüncü tekstimizə, bu hissəyə. The perfect, üzr istəyirəm, burada tag'i unutduq. The perfect type of practice for developers of all skills yazıb levels yazdı və nöqtəmizi qoyduq. Are you up for the challenge və sual işarəmizi qoyduq. Daha sonra isə biz aşağı hissədə bir dənə, yəni bu hissədə main hissədən çıxmayıb hero sectiondan çıxıb bir dənə div açırıq. Bunun da class adını veririk buttons. Daha sonra isə biz bunun içərisinə keçib, yəni bu hissəyə keçib button 1, yəni buna da button 2. Bunlar da həmin formada second və class first veririk ki, biz bunlara fərqli rənglər verəcəyik. Çünki buna view projects yazdıq, digərinə isə learn more əlavə edirik. Yəni əsas hissəmiz bu qədər. Daha sonra isə yenə hero main section içərisindəyik. Buradan çıxıb bayra div açıb class yaradıb hero image yaradırıq və bunu içərisinə seçib image əlavə edirik. Bir dənə mən bu şəkli buradan götürüm gəlirəm. Gəldim dostlar, indi qaldığımız yerdən davam eləyək. Gördüyünüz kimi buradan belə bir şəkilimiz var bizim. Yəni bu hissəyə uyğun bir şəkildir. Ona görə də biz HTML-ə keçib ./assets-in içərisinə olan image-ə keçib daha sonra həmin o şəkili bura yapışdırırıq. Alt isə hər hansı bir ad vermək üçündür. Ona görə də ehtiyac olmadığına görə boş formada saxlaya bilərik. Daha sonra isə
Yəni saytımızın quruluşu bu qədər olduğu üçün biz qaldığımız indi CSS-ni yığmağa keçək. CSS-ə başlamamışdan əvvəl belə bir şey açırıq. Margin null, padding null və box size border box. Hər ehtimal color black eləyirik. Daha sonra font family Arial elədik. Yəni sadə yazı forması. Əslində bunu kommentə alsaq daha yaxşı olar. Daha sonra isə keçib body'nin içərisində bir dənə background color yaradırıq və buna white veririk. White yox, çünki bizə bu background'un kodu lazımdır. O isə bizdə belə FCY, CD və 4 kodudur. Hex kodu yəni. Daha sonra isə konteynerimiz var idi bizim. Həmin bu konteynerə də ölçü verməliyik. 1440 piksel, yəni genişliyi, margin isə 0 auto formasında veririk. Daha sonra isə buradan çıxıb navbarın içərisinə keçid eləyirik. Nöqtə navbar. Keçid eləyəndən sonra ora bir dənə display flex veririk ki, hamısı yan-bayan gəlsin. Justify content space around veririk. Align items, baseline yox, center veririk. Daha sonra isə padding 10 piksel və 0 piksel olaraq yazırıq. Ondan sonra background color veririk. F yox, white olaraq yazırıq. Daha sonra isə logomuzu hazırlayırıq. Logo isə font size-ını veririk 32 piksel. Buradan isə belə bu formada eləsək, yəni klassların adını görsək bizə bəs edir. Çünki yəni bizə klasslar lazımdır yalnız. Daha sonra isə həminki formada, amma burada bizə P təqini verməliyik. Çünki paragraf P təqinin üzərində işləyirik. Daha sonra isə navlinks olaraq navlinksin içərisindəki A-lar yazırıq. Display flex, bunları da həminki formada align items center veririk ki, hamısı bir-birinin yəni mərkəzdə olsun, həm də yan-bayan gəlsin. Bunlara gap veririk. Üzürlü hesab edin. Gap 40 piksel yetərli olar. Font size 20 piksel kimi elədik. Daha sonra isə bunu buradan qaldırırıq. Nöqtə navlinks A yazdıq. Burada bir dənə text decoration none edirik ki, bunu biz go live edəndə bunların aşağısındakı xətt, məsəl üçün buradan bunu kommentə alsaq, gördüyünüz kimi belə xəttlər alınır. Ona görə də biz belə bir şey yaradırıq ki, none olduğuna görə heç bir xətt olmur və daha qəşəng görsənir. Daha sonra isə davam eləyirik. Nöqtə navlinks A hover veririk biz bunlara. Hover verəndən sonra biz buna transition 0.3s, yəni rənginin dəyişməsi və yaxud böyüməsinin uzunluğu saniyəsi, yəni. Daha sonra isə bunlara bir dənə color verib, coloru isə FFB FFB 44.3 kodu, hex kodunu götürürük. Daha sonra isə aşağı keçib line'ımızı düzəldirik. Line width veririk buna 100%, height veririk 3 piksel,
background color veririk black, margin bottom veririk, margin bottom veririk 10%. Daha sonra isə keçirik main section'a. Main section, yəni əsas hissə. Burada həminki format display flex, justify content, space around veririk ki, kənarlardan məsafə saxlasın, align items, center digərləri kimi veririk ki, hamısı mərkəzdə olsun. Sonra nöqtə text, text 1 idi, text 1 içindəki P yazdıq. Daha sonra gəlib font, üzr sayın, font weight, font weight bolder, font size 20 piksel. Aha, bu hissə olduğuna görə, ona görə çox verməliyik, çünki burada da gördüyümüz kimi daha böyük idi. Ona görə də bura 64 piksellik bir yazı ölçüsü verəcəm. Daha sonra isə burada bir dənə margin bottom əlavə edirik ki, margin bottom 20 piksel əlavə edirik ki, yuxarıdan aşağı doğru müəyyən boşluq saxlasın. Daha sonra isə gördüyümüz üzürlüsən burada bir səhvlik alınıb, onu bir dənə düzəldib gəlirəm. Aha, gəldim dostlar. Gördüyünüz kimi bu butonlar burada idi. Amma normalda bu hissədə olmalıydı. Şəkillərdə gördüyünüz kimi. Amma biz yerini səhv qeyd eləmişdik. Ona görə sizdən çox üzr istəyirəm. Beləcə də kodumuza qaldığımız yerdən davam edirik. Text 1-i bitirdik. Text 2 içindəsi P, font size 20 piksel etdik. Bunu margin bottom isə 20 piksel veririk ki, bu altdakı yazı üçündə eyni boşluğu saxlasın. Daha sonra text üçümüzün içindəki paragraf, yəni P təqinə keçirik. Sonra font size 20 piksel, margin bottom veririk 20 piksel. Amma bundan əvvəl burada bizim spamlarımız var idi. Text 2-nin içərisində, text 2-nin içərisindəki spamlar, font weight bolder elədik onları ki, burada gördüyünüz bu yazılar burada bu formada olsun. Daha sonra isə gəlib font size verdi, margin bottomumuzu verdi. Daha sonra isə buton hissəsinə keçirik. Yəni bu hissəyə nöqtə BTN içərisindəki butonlar açandan sonra daxilinə keçirik. Height elədik 50 piksel, width elədik 200 piksel. Daha sonra isə nöqtə first eləyəndən sonra bunun backgroundunu veririk white, colorunu veririk black, border veririk 2 piksel solid black, gördüyünüz kimi. Font size isə 18 piksel verəcəm. Çox böyük görsənməsin içində. Hal-hazırda gördüyünüz kimi bunu ilə bu eyni formadadır. Daha sonra isə ikinci butonumuza keçək, nöqtə second. Burada adlandırdığımız kimi bu hissədə. Buna da həminki formada gəlirik. Sadəcə background colorunu bunu veririk. Ondan sonra color black, border 2 piksel solid black. Solid black yəni kənarlarındakı bu xətlərin rəngi gördüyünüz kimi.
Daha sonra isə font size-ını isə 18 piksel veririk digər formada və ikisi də bir-birinə oxşar olur. Sadəcə burada bir dənə yuxarı keçək. Navlinks içərisində A. Bunların colorlarını sadəcə black eləyək. Gördüyünüz kimi qara rəngə döndü və üzərinə gətiriləndə bu hover sayəsində həm saniyə baxımından, həm də rəng baxımından fərqlilik yaranır və daha gözəl görsənir. Daha sonra isə hero image sectionımız, divimiz var idi bizim burada. Burada da yazırıq hero image, içərisində image açandan sonra bura biz sadəcə height veririk, 500 piksel əlavə edərik. Ona görə də ki, bizim bu saytımız bu formada gözəl görünər. Son bir şey də əlavə etmək istəyirəm dostlar. Burada gördüyünüz kimi butonlarımız var idi. Bunlara da sonuncu olaraq kursor pointeri veririk ki, üzərinə gələndə bu formada üzərinə gəlinəndə, yəni bu hissələrdə yox, orta hissələrdə yox, bunların üzərinə gəlinəndə o belə, yəni scroll mouse'un işarəsi dəyişsin. Saytımızın görünüşü bu formada. İlk videomuz bu qədər. Ümid edirəm ki, hər birinizin xoşuna gəldi. İnşallah ikinci videomuzda görüşənədək sağ olun. Görüşmək ümidi ilə.